Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Artıq daimi izləyicilər bilir ki, biz artıq padej sistemini təkrarlayırıq. Keçən dərslərimizin birində qadın cinsində olan sözlərin padejlərdə hallanmağına baxdıq. Yəni bütün əvəzliklərlə və sifətlərlə necə hallanır, onu təkrarladıq. Bu dərsdə isə kişi cinsində olan sözlərin əvəzliklərlə və sifətlərlə necə dəyişdiyinə baxacağıq padejlərdə. Keçən dəfə qeyd etdiyim kimi, əgər siz padejləri sıfırdan öyrənirsinizsə, bu dərs sizin üçün deyil. Bunun üçün kanalda playlist bölməsində siz orada görəcəksiniz, isim papkasına daxil olursunuz. Orada ilk dərsdən izləyə bilərsiniz. Beləliklə vaxt itirmədən başlayırıq. İminительный падеж. Бумажник, yəni pul kisəsi, ремень, друг, водитель, sürücü, юноша, gənc adam, kişi cinsindədir, gənc olan mənasında, дедушка, dядя. Bunlar da bilirik ki, istisna sözlərdir, kişi cinsindədir. Cəm halda baxırıq. Keçən dəfə qeyd etdiyimiz kimi, cəm hal necə yaranır? Sondakı samitlərə baxaraq biz I və ya I qoymağımızı bilirik, yazacağımızı bilirik. Ona görə deyirəm ki, ilk olaraq kim izləməyibsə, keçən dərsi də izləsin. Бумажники, cəmdə, ремни, друзья, водители, юноши, дедушки, дяди. Родительный падежdə baxırıq. Родительный падежdə kişi cinsində olan sözlər əgər samitlə bitirsə A əlavə eləyirik, мягкий знакla bitirsə ya əlavə eləyirik. Olur бумажника, ремня, друга, водителя, юноши, дедушки, dяди. Biz daha sonra cümlələrdə baxacağıq. Siz əsas burada görürsüz, həm mujskoy rodda samitlə bitən söz götürülüb, həm mягкий znakla bitən. Bunlar həm də cansızdır, həm də eyni zamanda canlı olanlar götürülüb yenə samitlə bitən, mягкий znakla bitən və istisnalar da götürülüb. Yəni hər söz nümunə olaraq götürülüb ki, siz onların necə dəyişməyini biləsiniz. Родительный падежin cəmində yenə бумажников, ремней, друзей. Artıq biz bilirik, bunu keçmişik ki, hansı hallarda of əlavə eləyirik, hansı hallarda yey əlavə eləyirik. Misal üçün, mягкий znakla bitdiyinə görə yey cəmdə əlavə eləyirik. Ya ilə bitdiyinə görə yey əlavə eləyirik. Burada da водитель sözü mягкий znakla bitir deyə водитель. Юноша sözündə юношей olur. Дедушка sözündə A düşür, дедушек olur. Dядя sözündə də ya ilə bitdiyinə görə dядя olur. Юноша deyə bilərsiniz, nəyə görə A düşüb, юноша olmadı. Bəzi sözlər var ki, qaydaya tabe deyil, istisna kimi yadımızda saxlayırıq və bunun üçün Wikislovar saytından istifadə edə bilərsiniz, hər zaman özünüzü yoxlamaq üçün. Dательный падежdə isə ya U qəbul edir, samitlə bitirsə, mягкий znakla bitirsə U qəbul edir. Бумажнику, ремню, другу, водителю, юноше, ayla bitənlərdə Y qəbul edir. Дедушке, dядя. Cəmdə isə dательный падежdə am, yam şəkilçisidir. Ümumiyyətlə bütün sözlərin biz cəmini düzəldəndə artıq orada cinsin fərqi olmur. İstər qadın cinsində olsun söz, istər kişi cinsində. Əgər bundan əvvəlki dərsi izləmişdinizsə, orada da görəcəksiniz. Cəmdə olan bütün şəkilçilər eyni olacaq. Бумажникам, ремням, друзьям, юношам, дедушкам, dядям. Винительный падежdə baxırıq. Винительный падежdə kişi cinsində, yəni yeganə olaraq kişi cinsində olan sözlər винительный падежdə canlı və cansıza ayırırıq. Və biz keçən dəfə gördük ki, cəmdə olan sözləri də canlı və cansıza ayırırıq. Qadın cinsində olan sözlər cəmdə olan. Ümumiyyətlə belə yadınızda saxlayın. Sözlər kişi cinsində və cəmdədirsə, винительный падежdə işlədəndə biz baxırıq. Bu sözlər canlıdır yoxsa cansızdır? Cansızdırsa dəyişməyəcək. Baxın, olur бумажник, ремень. Amma друг sözü canlı olduğuna görə olur друга, водителя. Eyni ilə özdə винительный падежdə canlı kişi cinsində, eyni ilə родительный падеждəki kimidir. Юноша, дедушка, дядя sözlərdə A ya ilə bitdiyinə görə eyni ilə qadın cinsi hansı şəkilçiləri qəbul edir, onları qəbul edir. Юношу, дедушку, дядю. Cəmdə baxırıq. Yenə cəmdə bumajnik, remen sözləri cansız olduğuna görə adi
cəmdə, iminительный падежdə cəmdə necədirsə o formada deyirik. Bumajniki, rimni. Amma druq, водитель sözləri canlı olduğuna görə винительный падежlə родительный падеж canlılarda eyni olacaq. Друзей, водителей, юношей, дядей. Творительный падежdə baxırıq. Om və yaxud da yom və yaxud da yem şəkilçisini qəbul edir. Bumajnikam məhz znakla bitən sözlərdə ya m qəbul edir, ya yom. Bu vurğudan asılıdır. Vurğa axıra düşdüsə artıq burada yom olacaq. Rimnyom, drugam, водителем, yenə məhz znakla bitən sözlərdə də eyni qaydada. Görürsüz, водителем sözündə vurğu burdadır, axırda deyil. Burada olduğuna görə biz m deyirik. Юношей, дедушкой, дядей. Bu sözlər a və ya ilə bitən kişi cinsində olan sözlər də eyni ilə qadın cinsində olan sözlər kimi dəyişir. Sonra cəmdə biz baxırıq, ami, yami şəkilçisini əlavə edirik. Bumajnikami, rimnyami, yenə də bumajnik samitlə bitdiyinə görə ami, məhz znakla bitdiyinə görə və ya da ya hərfi ilə bitəndə yami. Burada çətin bir şey yoxdur. Друзьями, водителями, юношами, дедушками, дядями. Предложный падежdə baxırıq. Предложный падеж bilirik ki, predloqsuz işlənmir. Предложный падежdə kişi cinsinə aid olan bütün sözlər yer şəkilçisini qəbul edir. Misal üçün, о бумажнике, о ремне, о друге, о водителе, о юноше, о дедушке, о дяде. Cəmdə isə şəkilçisi ax, yaxdır. О бумажниках, о ремнях, о друзьях, о водителях, о юношах, о dедушках, o dядях. İndi isə biz cümlədə baxırıq. Artıq biz hər sözün, hər nümunəyə baxdıq, necə dəyişir. Burada isə bir neçə sözdən istifadə etmişəm. İndi biz baxacağıq cümlələrdə əvəzliklərlə və sifətlə bir yerdə. İminительный падежdə mужской rodda olan sözlərə biz deyirik bu və yaxud da o deyəndə этот, tот deyirik. Və словарdan götürdüyümüz bütün sifətlər mужской rodda olur. Yəni biz onları dəyişmədən işlədiriksə, bilirik ki, slovardakı versiyalar mужской rodda. Этот новый автомобиль və yaxud da tот новый автомобиль. Tot deyəndə yəni o yeni avtomobil və yaxud da этот və ya tot водитель və ya работник мой. Yəni mənimdir. Bu yeni avtomobil və yaxud da o yeni avtomobil və yaxud da bu yeni sürücü, işçi, o yeni sürücü, işçi mənimdir. Cəmdə baxırıq. Cəmdə isə эти те olacaq. Эти новые автомобили və yaxud da те новые автомобили, yəni o təzə maşınlar. Эти новые водители мои. Da, bu təzə sürücülər mənimdir. Те новые работники мои. O təzə işçilər mənimdir. Родительный падежdə baxırıq. Здесь нет, ümumiyyətlə biz bilirik də, yox sözünü deyiriksə, həmişə родительный падеж işlədirik. Здесь нет моего нового автомобиля, водителя, работника. İsimləri deməyəcəm, isimləri bayaq öyrəndik, hansı şəkilçiləri qəbul edir. Biz əsas burada baxırıq əvəzliklərə və sifətə. Deməli, mужской rodda bizim şəkilçimiz ya Yeva olur, ya Ova olur. Əvəzlik, sifət fərq etmir. Və eta sözlərini, to sözlərini işlədiriksə, deməli, etava, tavo olacaq. Ümumiyyətlə cümlədə biz adətən demirik də, здесь нет моего, этого, нового автомобиля. Ehtiyac varsa bu, o sözlərini işlədərik. Ehtiyac yoxdursa, ümumiyyətlə mən burada imanla bu hissədə qoydum ki, bu sözü. Siz biləsiniz ki, hamısını birdən işlədəndə hansı ardıcıllıqla qururuq cümləni. Yəni cümlədə həm mənim, həm bu, həm sifət işlənirsə, ardıcıllıq bu formada olsa yaxşı olar. Здесь нет моего того нового автомобиля. Burada mənim o təzə maşınım yoxdur. Mötərizədə yazmışıq, sadəcə cümləni bunu deməsək də belə, nəysə bir sözlə belə biz başa düşürük ki, родительный падежdə biz ismin qarşısında nə işlətsək, əvəzlik və yaxud da sifət fərq etmir, ova şəkilçisini işlədəcəyik. Cəmdə isə их şəkilçisi olacaq. Здесь нет моих этих новых автомобилей. Здесь нет моих тех
новых водителей və yaxud da работников. Artıq burada oldu ix, ıx. Bu sifətin sonundakı şəkilçidən asılıdır ki, новый sözü var. Ona görə новых deyirik. Avtomatik burada ix şəkilçisini əlavə edə bilmərik. Sonra дательный падежdə baxırıq. Я подошла к моему этому новому автомобилю. Yenə baxırıq ki, дательный падежdə ему, omudur şəkilçilərimiz. Fərqi yoxdur burada hansı sözü işlədək. Murskoy rodda işlədiriksə, qarşısında olan əvəzliklər və sifətlər ya ему, ya omu şəkilçisini qəbul edəcək. Cəmdə baxırıq. Cəmdə isə im, şəkilçiləri ilə düzəlir. Я подошел к моим, этим və yaxud da тем новым автомобилям. Mən yaxınlaşdım mənim bu yeni avtomobillərimə və yaxud da o yeni avtomobillərimə. Я подошел к моим этим новым работникам. Yəni burada fərqi yoxdur. Hamısını birdən işlətməsək də demək istəyirəm ki, sadəcə olaraq mən mənim işçilərimə yaxınlaşdım. К моим работникам. Sadəcə burada nümunə üçün hamısı verilib. Artıq düşünürəm ki, bu etapda siz bunları artıq bilirsiniz. Deməyə ehtiyac yoxdur, amma yenə də hər ehtimala qarşı deyirəm. Винительный падежdə я вожу мой этот və yaxud da tot новый автомобиль. Deməli, винительный падежdə dedik ki, cansızlar dəyişmir. Avtomobil sözü də cansız olduğuna görə eyni ilə iminительный падежdə olduğu kimi deyirik. Mənim bu avtomobilimi sürürəm. Mənim o avtomobilimi, o yeni avtomobilimi sürürəm. Fərq etmir. Я жду canlılarda моего, этого, того və yaxud da нового водителя və yaxud da работника. Mən gözləyirəm, например, моего нового водителя. Mənim yeni sürücümü gözləyirəm. Artıq водитель və работник murskoy rod olduğuna görə, canlı olduğuna görə daha doğrusu artıq şəkilçimiz necə olur? Eyni ilə родительный падежdə olduğu kimi olur. Deməli, cansızlar винительный падежdə, iminительный падежdə olduğu kimi olur, fərq etmir təkdə və yaxud da cəmdə. Canlılar isə винительный падежdə, родительный падеждəki kimi olur. Cəmdə baxırıq. Я вожу мои, эти, те новые автомобили. Yenə cansız olduğuna görə iminительный падежdə eyni olduğu kimi deyirik. Amma canlıları işlədəndə artıq olacaq родительный падежdə olduğu kimi. Baxın, bu hissə olduğu kimi olacaq. Я жду моих новых водителей. Я жду этих работников. Творительный падежdə я доволен моим этим və yaxud da тем новым автомобилем. Mən razıyam mənim bu yeni avtomobilimlə. Я доволен моим новым работником. Mən razıyam mənim yeni işçimlə və yaxud da водителем, mənim sürücümlə və yaxud da я доволен этим водителем. Mən bu sürücüdən razıyam. Cəmdə baxırıq. Я довольна моими этими, теми новыми автомобилями, водителями, работниками. Mən razıyam mənim bu təzə avtomobillərimlə. Və yaxud da я довольна моими этими работниками. Mən razıyam mənim bu işçilərimlə. Yəni cəmdə artıq əvəzliklər və sifətlər qəbul edir imi şəkilçisini və yaxud da imi şəkilçisini. Предложный падежdə я думаю о моем этом və yaxud da том новом автомобиле, водителе, работнике. Mən düşünürəm mənim bu təzə sürücüm haqqında, avtomobilim haqqında və yaxud da işçim haqqında. Deməli, предложный падежdə təkdə ümumiyyətlə предложный падежdə təkdə ya yom, ya om şəkilçisi. Adətən om qəbul edir. Sadəcə mənsubiyyət əvəzliklərində yom rast gələ bilirik. Предложный падежin cəmində я думаю о моих, этих, тех новых автомобилях, водителях, работниках. Mən düşünürəm mənim bu təzə sürücülərim haqqında və yaxud da avtomobillərim, işçilərim haqqında. Я думаю о тех работниках. Mən düşünürəm o işçilər haqqında. Düşünürəm ki, artıq hər şey gözünüzün qarşısında olanda belə
isə yəni daha da aydın oldu. Ümumiyyətlə fikir verirsiniz, padejlər getdikcə bir-birinə oxşar, eyni müəyyən padejlər eyni şəkilçiləri qəbul edə bilir. Misal üçün, предложный padejin cəmində qəbul edir ix, tex, eynilə родительный padejin cəmində də onu qəbul edir. Винительный padejin cəmində də sadəcə canlılarla həmin şəkilçiləri qəbul edir. Amma biz hardan bilirik ki, harda родительный padejdir, harda винительный, harda предложный? Во-первых, cümlədə kontekstdən başa düşürük və əlbəttə ki, isimlərin son şəkilçilərindən. Burada isə əziz izləyicilər, keçən videoda mən unutmuşdum qeyd etməyi. Burada isə padejlərin preloqlarını, ən çox işlənən preloqlarını qeyd etmişəm, baxa bilərsiniz. Bu nə deməkdir? Artıq biz родительный padejdə təkdə və cəmdə əvəzliklər, sifətlər, isimlər necə dəyişir bildik. Qarşısına hər hansı bir preloqu qoysaq, misal üçün для. Tutaq ki, bildik ki, mужской rodda samitlə bitən sözlər A qəbul edir родительный padejdə. Brat sözünü götürdük. Misal üçün oldu родительный padejdə brata. Mən для brata artıq desəm, olacaq qardaşım üçün. Dательный padejdə brat sözü nə qəbul edərdi? Bratу da mужской roddur. Olacaq k bratu artıq olacaq qardaşımın yanına və yaxud da qardaşımgilə. Yəni preloqların mənasını artıq bu etapda, bu səviyyədə bilirsiniz deyə mən ehtiyac görmədim burada yazmağa. Çünki biz bunların hamısını tək-tək keçmişik. Bir daha xatırladıram ki, playlistdə isim papkasında hamısını izləyə bilərsiniz. Bu bir itoq dərsi idi ki, yəni ən nəticədə artıq bildiklərimizi ümumiləşdirmək üçün. Bizdə bir də qaldı növbəti dərs üçün yalnız sredni rodda olan sözlərin dəyişməyinə baxmağa. Digər dərslərin birində də onları da yenidən təkrarlayarıq. Sağ olun, növbəti dərsimizdə görüşənədək.